O səbəbdən də Mehrac hadisəsi gecə vaxtı baş veribdir. Gecə vaxtı Peyğəmbərimiz əleyhissalam Mehrac aparıblar və yerdə bir anlıq hadisə olsa da, amma getmiş ol yerdə 100 illərlə, bəlkə 1000 illərlə Həzrət Peyğəmbər əleyhissalam ərşi, kürsi, lövhi, qələmi, 7 qat səmavatı və bütün Allah Taala'nın var etmiş olduğu şeyləri görübdür, izlədilibdir və geri dönübdür. Bu da gecə vaxtı olubdur. Demək ki, Peyğəmbərimiz əleyhissalam buyurur ki, namaz müminin meyracıdır. Peyğəmbər əleyhissalamın gecə meyracda əldə etmiş olduğu o fəzilətləri düşünürəm ki, gecə ibadətində bir mömin də tapa bilər. Bu yaxınlıq, bu müqərrəblik bəndə də xüsusi hallar meydana getirir. Allahla dostluq halları. Nədir o? Estaizu billah. Əla inna awliya Allah la xawfun alayhim və la hum yahzanun. Biliniz ki, Allah-u Teala'nın dostları ki vardır, onlara qorxu yoxdur, onlar heç mütəəssir də olmayacaqlar buyurur Quran. Allaha yaxın olduqca Allahla xüsusi dostluq, xüsusi hallar meydana gəlir və bu dostluq halından la xawfun alayhim və la hum yahzanun məqamı hasil olur. Onlara qorxu yoxdur və onlar mütəəssir də olmayacaqlar. Dünyada olan hadisələr onları qorxuzmaz. Dünyada olan hadisələr əksinə bizə qorxulu görünən şeylər onlara zövq-ü səfa kimi görünər.